Salam, hər vaxtınız xeyir olsun. Hörmətli qrup üzvləri, əziz Qarqışlaq cəmaatı. Nurlan Əliyevin başçılıq elədiyi Qarqışlaq News 24 kanalının bugünkü 7-ci il dönümündə sizin hər birinizi ürəkdən salamlayıram və təbrik edirəm. Kanal yarandığı ilk vaxtda hələ torpaqlarımız işğal altındaydı. İnsanlarımız Respublikanın müxtəlif yerlərində dağınıq halda pərən-pərən yaşayırdılar. İnsanların bir-birindən xəbər olmurdu. Bu zaman rəhmətə gedənlər olurdu. Allah onların hər birinə rəhmət eləsin, qalanlara can sağlığı versin. Və belə bir vəziyyətdə insanların bir-birindən məlumat almağa, belə bir məkanda birləşməyə böyük bir ehtiyac var idi. Şükürlər olsun ki, çox dəyərli ziyalımız, gənc ziyalımız Nurlan Əliyev bu ehtiyacı çox uğurla ödəyə bildi, yerinə yetirə bildi, belə bir qrup yaratdı və insanları bir dəvət eləyib buraya topladı. Bu neçə illər ərzində qrupda Qarqışlaq kəndinin əhalisi, onun coğrafi mövqeyi, tarixi, insanların adət-ənənələri haqqında müxtəlif materiallar verilir. İnsanlar video materiallar göndərirlər, öz fikirlərini bölüşürlər. O zaman torpaqlarımız işğal altında olanda biz burada söhbət eləyirdik. Hamımızın bir yeganə arzumuz var idi ki, o gün olsun ki, torpaqlarımız işğaldan azad olsun. Bizim ayaqlarımız gelib o yerlərimizə dəyə bilsin. Elə bir ki, qrupun ayağı da yüngül oldu və bir ildən sonra torpaqlarımız mənfur düşməndən azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah ordumuzu qorusun, Allah bütün vətənpərvər insanlarımızı qorusun ki, bu günləri bizə bəxş elədilər. İndi insanlar hər il gedirlər, o yerləri ziyarət edirlər, evlər xaraba olsa da, yenə də biz orada şükürlər eləyirik, şəhidlərimizə rəhmət oxuyuruq ki, ilahi şükür ki, biz bu günü görə bildik, gəlib torpağımızı ziyarət eləyə bildik. Bu illər ərzində həqiqətən Qarqışlaq cəmaatının birləşməsi üçün, bir yerə toplaşması üçün burada çox təşəbbüslər olub. Məsələn, ən böyük təşəbbüslərdən biri Kamal müəllimi başçılığı ilə, Nurlan Əliyevin təşəbbüsü ilə bu qrupda təşkilatçı işi vasitəsilə Qarqışlaq kənd məzarlığının abad olunması oldu. Yəni, qrup vasitəsilə insanlar məlumatlandırıldı, müəyyən qədər vəsait yığıldı və uğurla da cəmaatın yaxından iştirakı ilə həmin məzarlıq abadlaşdırıldı və biz də gedib öz rəhmətə gedənlərimizi ziyarət eləyə bilirik. Çox sağ olsunlar. Yəni, xəstələnənlər haqqında, onların maddi yardım haqqında burada paylaşmalar olur. Bunun özü də çox böyük köməkdir. Yaxşı məlumatlar verilir. Yəni, qrup bir gün də olsa öz fəaliyyətini dayandırmır. 7 ildə mən şahidəm ki, bir gün də olsa bu qrup dayanmayıb. Hər gün Facebook'u açanda mən birinci qrupa baxıram, görüm nə yenilik var, Nurlan bizə yeni nə məlumat verir və həqiqətən də çox sağ olsun, çox sağ olsun. Bir gənc insan ömrünün 7 ilini tamamilə bir qrupa həsr eləyib, nə qədər vətənpərvər olasan, nə qədər insansevər olasan, zəhmətsevər olasan ki, bu işlərin öhdəsindən belə uğurla gələsən. Həm də bu işləri Nurlan sevə-sevə eləyir, ona görə maraqla eləyir. Çox sağ olsun, bir daha təşəkkür eləyirəm.
Kanal artıq getdikcə fəaliyyətini genişləndirir. Mən bu fürsətdən istifadə edib belə bir xahişmi, təşəbbüsmü deyim, irəli sürmək istəyirəm. Qarıqışlaq kəndi çox qədim kəndlərdən biridir. Ən ilk məktəb də bizim kəndimizdə açılıb. O arada bir neçə kənddə, onun biri də Qarıqışlaq kəndi olub. Sonra kəndimizdə qədim məscid var. Ümumiyyətlə bizim kəndimizin tarixi qədimdir. İnsanları çox zəhmətsevərdir, yaradıcıdır. Hamısı şair qəlbli insanlardır, əməksevər insanlardır. O insanların arasında çoxlu ziyalılar, şairlər, yazıçılar, tarixçilər, yəni yaradıcı insanlar var. Çox, necə deyim, çox belə gözəl insanlar var. Yəni o insanların kitabları haqqında, onların yazdığı şeirlər haqqında düzdür, məlumat verir. Nurlan müəllim bacardığını eləyir, əlindən gələn eləyir. Amma mən istəyərdim ki, qrupun üzvləri də bu işdə fəal iştirak eləsinlər. Yəni o şairlərin şeirlərini düzdür, çap olunur, müəyyən qədər insanlar alıb oxuya bilir, amma biz hamımız onlar haqqında məlumat ala bilmirik. Mən çox istəyərdim ki, o şeirlər də bu qrupda paylaşsın, o yazılardan burada hissələr verilsin. Məsələn, kəndimizin çox dəyərli filosofları var, yazıçıları var. Həmin bu qrupun üzvü Şöhrət Namazova çox böyük vətənpərvər insandır. Mən istəyərdim ki, onun kitablarından burada hissələr verilsin, rubrikalar açılsın və biz də yaxından onlarla tanış olaq. Tarixçilərimiz dəyərli tarixi məlumatlar versələr, yaxşı olar. Bizim kənddə çox savadlı insanlar var, onlar fəaliyyət göstərirlər. Çox istəyərdim ki, bu qrupa daha yaxından yanaşsınlar və bizi bilgiləndirsinlər. Kim əlindən nə gəlirsə, onu da eləsin. Əlbəttə ki, insanlar çox istəyərlər ki, o torpaqlara qayıtsınlar, orada fəaliyyət göstərsinlər. Artıq neçə ildir keçib, amma yəqin ki, dövlət proqramına uyğun olaraq oralarda abadlaşma işləri gedəcək və bizim də o yerlərimizə qayıtma imkanımız olacaq. Allah hər birimizə can sağlığı versin. İnşallah o gün olsun ki, kənd abadlaşsın. Nurlan müəllimin də o kənddə böyük bir studiyası olsun. Mən hər dəfə, hər il çıxışında bunu arzu eləyirəm. İnşallah belə də olar. Orada daha geniş məlumatlar olsun və əlbəttə ki, buna Nurlan müəllimin haqqı çatır. Çünki ən çətin zamanlarda o var gücü ilə belə bir fəaliyyət göstərib. İnşallah fəaliyyətini də davam elətdirər. Allah xoşbəxt eləsin. Nurlan bəy də, həmin bu qrupun yaradıcı heyətini də, hamısını da bir daha ürəkdən təbrik eləyirəm. Sizə uzun ömür, can sağlığı, yaradıcılıq nailiyyətləri arzulayıram. Çox sağ olun.